Sual ünvanlı dinləyicimiz deyir ki, boşanma prosesi təxminən nə qədər vaxt davam edir? Qızım deyir 6 aylıqdır. Boşanma prosesi zamanı və ya boşandıqdan sonra mən uşağımı həftədə neçə dəfə görə bilərəm? Həmçinin keçmiş həyat yoldaşım valideynlərimin, yəni nənə və babasının uşağı görməsinə qadağa qoya bilərmi? Buyurun. Maraqlı sualdır və bizim cəmiyyətimizdə həqiqətən aktual olan və mənə də tez-tez verilən sualdır. Yəni mənim üçün həqiqətən maraqlıdır ki, bu boşanmanın nə qədər, hansı müddətdə başa çatması çox soruşulur. Yəni artıq sadəcə mən bir insan kimi fikirləşirəm ki, əgər sən artıq boşanmaq istəyirsənsə, sənin üçün əhəmiyyət kəsb eləməməlidir. Onun müddəti nə qədərdir? Yəni sürünürməçiliyə gediş-gəlişə görə deyirlər ki, yox, bilmirəm. Yəni ki, belə deyək, yox, bəzən görürsünüz lap dəqiq soruşur ki, bir aya əmələ gələ bilərmi? Yəni bu baxımdan, yəni burada belə deyim də, yəni bu özünüz hesablama orta hesabla belə deyək ki, yəni razılıq olsa, qarşı tərəf, yəni qızdır, oğlan fərqi, yəni qarşı tərəf razıdırsa boşanmağa, bu daha tez başa gəlir. Təxminən bu nə qədər çəkir? 1 ay çəkir. Qarşılıq, razılıq olsa hardasa 2 ay çəkir. Çünki burada mediasiya prosesi əvvəl keçirməlidir. Bu hardasa bir həftə 10 gün mediasiya alacaq, ondan sonra məhkəməyə iş getmə və məhkəmədə iş yükündən asılıdır ki, hansı vaxtda da təyin olunacaq. Yəni bunlar nəzərə alınmalı 2 ay. Amma razılıq olmadıqda qanunverici məhkəməyə üzərinə vəzifə qoyur ki, onların tərəfləri barışması üçün 3 ay vaxt verilməlidir. Yəni birinci, ikinci iclasdan sonra məhkəmə barışmaq üçün vaxt verir və vaxt da 3 ay müddətdir. Ona görə hardasa 6 ay belə uzanır. Çəkir hardasa.